gedir qəlsəmələrə bütün canlılarda olduğu kimi qəlsəmələrdə qəlsəmə, yarpaqcıqlarını deyirik ki, kapillyar damarlar var ki, orada mübadilə prosesləri gedir. Qan oksigenlə zənginləşəndən sonra Bir dəqiqə dayan, deyir bir belə dəqiqə dayan. arterial Qan ürəkdən hansı damardan çıxır? qarın artası ilə Qarın çıxır. artəsindən çıxır. Hansı qanı çıxartır? Arterial yoxsa venoz? Venöz qan müəllimə çıxır. Ürəklərində ancaq venöz qan var. Qəlsəmələr nə qədər damardan gəlir və bu damarların adı nədir? 4 cüt qəlsəmə gətirici damarlarla gəlir. Deməli, orada təmizlənir oksigenlə. Sonra da həmin o təmiz qan bel arteriyalı vasitəsilə bütün başa bədənə gəlir. Təmiz qan yəni gedir. Qəlsəmələrdən nə qədər damardan çıxır və hansı damardan çıxır? O da mənim yenə 400 qəlsəmə çıxarıcılarla çıxır. 400 gətirici var, 400 mənim çıxarıcı var. Qəlsəmə gətirici və qəlsəmə çıxarıcı damarlar. Başı bədənə getdikdən sonra da yenə mənim o çişli qana çevrilir və çişli qan gəlib ürəyə tökülür venöz qan. Doğrudur. Ürəklərində məndə bir növ qan olur onlardan. Doğrudur. Demək, quyruq hissəyə çatanda venoz qana çevrilir və vena sinusu damarı vasitəsilə ürəyin qulaqcığına qayıdır. Damarların adını doğru demək, hamısını bir-bir demək lazımdır. Çünki imtahanda Mən düşürmüşdüm, sınavına düşmüşdüm. Bəli. Sən mənə deyirsən, balığın yuxarı ətrafının qurşağı hansı sümüklərdən təşkil olunubdur? Deməli, onlara tək üzgəclərin qurşaq hissəsi olmurdu. Cüt üzgəclərə isə dış üzgəc aid idi cütə. Cüt kürək və cüt qarğa sümükləri. Cüt qarğa yuxarı ətrafının qurşağı, bəs aşağı ətrafının qurşağı? Çanaq sümüyü. Çanaq sümüyü aid idi ona da. Doğrudur. Bir cüt. Balığın onurğa sütunu neçə fəqərədən ibarətdir? 38-42 ya da 39-42 də yazırlar. 38-42. Orada müəllimə döş fəqərəsi var, quyruq fəqərəsi var. Döşədə 2 dənə qabırğa birləşir sağdan, soldan. Döş yoxsa gövdə? Gövdə və quyruq. Gövdə yeməm. Gövdə nə gəzir onda döş? Gövdəyə. Gövdə və quyruq fəqərələrdən ibarətdir. Düzdürmü? Bu dedik quyruqda neçə qövs var? Nə var quyruqda? Qövs. Deməli onlarda bir dənə mərkəzi hissə var idi. Aşağı qövs var, yuxarı qövs var. Aşağı çıxıntı var, yuxarı çıxıntı var. Düzdür. Bəs gövdə fəqərəsinin? Gövdədə müəllimə bir dənə fəqərə cismi var, yuxarıda bir dənə çıxıntı var, aşağıda 2 dənə qabırğa birləşirdi. Yuxarıda Elə bil ki, demişdik, onlarda 3 sümük var idi müəllimə, 2 növ idi gövdədə. Bəli, olar. Deməli, bir fəqərənin cismidir, yuxarı qövsdür, üst çıxıntı ilə bitir və aşağı çıxıntılar da yan çıxıntılardır. Bəli, qabırğalar birləşir. Doğrudur. Yaxşı. Sən mənə deyirsən, keçək suda quruda yaşayanlardan. Suda quruda yaşayanların inkişafını mənə danış. Cinsiyyət, yəni çoxalma sistemini. Deməli, ayrı cinsiyyətli heyvanlarda 2 yumurtaçıdan toxumluqları bunlarda olur. Bunlar deyir ki, rezonatorlar deyir olur erkək fərdlər. Bunlar müxtəlif səslər çıxardırlar ki, dişiləri cəlb eləyə bilsinlər. Buna qurbağa toyu da deyirdilər. Onlar deməli, bunlarda mayalanma xarici mayalanmadır. Mayalanma deməli bədənə yəni kənarda gedir də bunlarda mayalanma. Mayalanma gedir. Yumurtalar əmələ içərisindən çömçə quyruq adlanan sürfə çıxır ki, həmin deyir çömçə quyruq balığın sürfəsinə deyir bənzər ki, bu da deyir Hekkel Müllerin biogenetik qanunu bizə xatırladır. Bu deyir əvvəlcə balığın sürfəsinə bənzər. Deməli demişdik ki, bunlarda xarici qəlsəmələr olur, sonra daxili qəlsəmələr olur, arxa ətraflar, ön ətraflar və yetkin fərdə çevrilir. Yəni bu müəllimə eynilə yəni balığa bənzəyir. Doğrudur. Deyim hansı xüsusiyyətlərinə görə? Quyruğun itməsini təmin edən orqan Lizasomlar. Lizasomlar müəllim. Doğrudur. Biz qurbağada tam düzünə yoxsa dolayı inkişaf götürəcəyik? Dolayı, sürfə varsa dolayı inkişafdır. Dolayı inkişafdır və tam metamorfozdur yoxsa natamam çevrilmədir? Dolayıdır, tamdır. Tamdır. Tam metamorfoz keçirdilər bunlar. Çünki sürfə yetkin fərdə oxşamır bunlarda. Düzdürmü? Yaxşı. Keçək qurbağaya. Qurbağanın yuxarı ətrafının qurşağı hansı sümüklərdən təşkil olunub? Yuxarı tərəfdən bir cüt böcək, bir cüt qarğa tək döş var. Bütün növdür ədəddir. Elə baxdınız, elə bildim səhv baxışım. Sərbəst hissəsində isə De. Mənim səsiniz gəlmir. Nəsə qırılırdı.